Hər vaxtınız xeyir əziz izləyicilər, qısa başlıq ilə yenidən qarşınızdayım. Son günlər paytaxtın ayrı-ayrı yerlərində sahibsiz itlərin çoxaldığı, itlərin sürü halında gəzdikləri barədə sosial şəbəkələrdə paylaşımlar çoxalıb. Buna qarşı təcili addımların atılması tələb olunur. Məni bilirsiniz nə narahat eləyir? Bu paylaşımları edən yekə-yekə insanlar özündən dəfələrlə zəif bir canlıdan qorxaraq videolar çəkirlər və tədbir görülməsini tələb edirlər. Soruşmaq ayıb olmasın. Nə tədbir görülməsini istəyirsiniz? Vəhşi kimi gəlsinlər onları güllələsinlər. Yemə zəhər qatıb öldürsünlər və aparıb leşlərini zibilliyə atsınlar. Bunu mu istəyirsiniz? Sosial şəbəkələrdə azmı belə videolar qarşınıza çıxıb, necə küçə itlərinə qarşı davranılır? Bu itlər sən boyda adama neyniyəcək? Bəli, hücum edib dişləyə bilər. Uşaq olsa daha ağır xəsarətlər yetirə bilərlər. Bunu onlar bilirsiniz niyə edir? İnanın ki, qorxularından. Bu it balası bilmir, sən ona hücum edəcəksən, ya sadəcə gəlib sığallayacaqsan. 90% insanlarımız onları qovur, daş atır, təpik vurur, çubuqla vurur və s. Yəni biz özümüz günahkarıq. Onlar şüursuzdur. Bəs bizə nə olub? Küç etkilərinə qarşı münasibətimiz mütləq şəkildə dəyişməlidir. Onlar qorxularından bizə hücum etməməlidir, dişləməməlidir. Daim ətrafında sevgi, mərhəmət görsələr, inanın ki, bu kimi halların sayı dəfələrlə azalmış olar. Bizdən onların istədikləri nədir? Heç yem də istəmirlər. Yazılar özləri üçün nəsə tapıb yeyəcəklər. Tək onları dəyməsinlər. Sakitcə bizim kimi öz həyatlarını yaşamaq istəyirlər vəssalam. Vəssalam. Bəs biz nə istəyirik? Ətrafımızda nə qədər canlı var, onların kökünü kəsək, bizim özümüzə komfortlu olsun. Çoxları məni bəlkə də qınayacaq, amma qınasın. Reallıq budur. Biz digər canlılarla birgə yaşamağı bacarmalıyıq. Qırıb batırmağı yox, onsuz da bir-birimizi qırırıq. Heç olmasa bu dilsiz, ağızsız canlılara dəyməyək. Bu yer kürəsi bizə dədəmizdən qalmayıb ki. Biz də burada digərləri kimi bir canlıyıq. Tək fərqimiz şuurumuzdur. Şuurumuzdan istifadə edib, bəli, özümüzü qorumaq üçün qabaqlayıcı tədbirlər görməliyik. Day gəlin bunları gülləliyim, zəhərləyim kimi yox ha, sivil formada. İtlər toplanıb, peyvədlənməli, nəsil artırma funksiyaları əngəllənməli, sonrası buraxılmalıdır və salam. Bununla da özümüzü quduz itlərdən qorumuş olarıq. Bir də onlara qarşı münasibətimiz mütləq şəkildə dəyişməlidir. Onlar ətrafdan təhlükə görməsələr, inanın ki, heç kimə hücum etməyəcək, sakitcə, o kiçik, Allahdan onlara verilmiş bu 8-10 il ömürləri var ha, bəlkə də az, onu yaşayacaqlar. İmkanınız var, yedizdirin, ac qalmasına imkanınız yoxdur heç. Heç olmasa dəyməyin. Və mütləq şəkildə tələbimiz olmalıdır ki, bu canlılar öldürülməsin. Dediyim kimi, normal qaydada peyvəndlənib, axtalanıb təbiətə buraxılsın və salam. Belə əziz izləyicilər, siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi həmişəki kimi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada səhifəmə abunə olmağı da unutmayın. Ən əsası özünüzdən müğayət olun.